Dostlar bakın görün bu oyun yadınıza gələr. احمد قمصاده زمین رو گل محمدی میزنه. فرزاد مجیدی یحیی گلمحمدی موقع Yadınıza gəldi da, Təbrizi nə günə qoymuşdular. Bizim axı milləti hafizə tarixisi yoxdur. Bir zaman bu millət gedərdi İstiqlal Persepolis təşviq edərdi, stadiomu doldurardı Təbrizdə. Heç yadımdan çıxmaz, məclisdən qaçardıq saat 84, 85, 86, Təbrizistan zamanları idi. Gedərdik oturardıq Başmalda, Başmalda da bir 100 nəfər, 200 nəfər tamaşaçı olardı. Biz də 5-10 nəfər gəlib oturardıq onların içində. Bunların verdiği o farsı şuarlar acıq gələrdi biləmizə. Məsələn, oyuncuların adını çağırardı, millət deyərdi şiiri, nə bilim davərə farsı yamanlar filan. O Tehranın o Cekon məqluləsi fəzası da. Bizim canımız sıxdı, neçə illər çəkdi ki, o şuarların yerinə yaşasın eləyək, yaşasın Azərbaycan eləyək, Türk dilində mədrəsə eləyək. Bunların ömrümüz getdi, cayqozun elədik bunların yerində. İndi tərəf quşu götürüb əlinə, Allah bilir, hansı orqandan da pul alır, olub da traktorun qılaceri, türkçülərə yaman deyir. Ulan bu milli fəallar olmasaydı, sən bilməzdin traktor nə mənədir, stadion nə mənədir. Heç traktor bu cür dünyada da yayılmazdı. Elə dediniz bu yamanladınız, türkçülər traktoru dünyada tanıtdırıbdı. Dünya deyir traktor, adımız hər yerdə yayılıbdı. İstiqlal Persepolis hanı? Hardadılar? Kimin gücünədir? Elə bu türkçülərin gücünədir, milli fəalların gücünədir. Canımız sıxıbdı, canımız. Gücümüzü vurmuşuq, harada bir pampayız var, nəslini kəsmişik Təbrizdə.